Niyə toksik münasibətdən çıxa bilmirik? Çünki beyin tanış ağrını sevir və seçir. Uşaqlıq travması, aşağı özünə hörmət və tənhalıq qorxusu bizi eyni ağrıda saxlayır. Amma sən bu zəhərdən çıxa bilərsən. Birincisi etiraf et, özünə dürüst de. Bu münasibət məni dağıdır. Bu ən çətin amma ən vacib addımdır. İkincisi sərhəd qoy. Əlaqəni minimuma endir. Əvvəlcə daha az kontakt, sonra isə tam kəsmə. Üçüncüsü dəstək sistemi qur. Etibar etdiyin dostlara, ailəyə və ya psixoloqa danış. Tək çıxmağa çalışma. İlk 30 gün ən çətindir. Dördüncüsü özünə şəfa texnikaları et. İçindəki uşağı sağaltmanın yollarına bax. Məsələn, öz dəyərini xatırla, jurnal yaz, hisslərini qeyd et, idman, yuxu və sağlam qidalanma ilə bədənini bərpa et. Və altıncısı, yeni münasibət modeli öyrən. Sağlam münasibətlərin necə olduğuna dair kitablar oxu, terapiya al, təhlükəsiz insanlarla ünsiyyət qur. Ən əsası isə özünü seç və özünə qucaq aç.